Həkim və tələbələr üçün belə bir video çəkmək istəyirəm. Yəni şirkət seçimi ilə bağlı. Ümumiyyətlə şəxsi təcrübəmdən deyirəm, bu sadəcə həkim və tələbələrə aid olmaya da bilər. Mən həmişə bir yerə gedəndə, bir şey seçim eləyəndə hər şeyə hə deyən adamdan uzaq dururam. Bunu ilk növbədə birinci bu belə deyək də o abzas kimi qırağa qoyaq. Yəni bir yerə gedirəm, tutaq ki, travel şirkətinə gedirəm, harasa istirahətə gedəcəm. Oradan soruşuram ki, sizdə bu otel var? Deyir, hə var. Oteldə bu var? Deyir, hə var. Uca həmin adam hər şeyə hə deyirsə, hər şey yaxşı deyirsə, o adamdan uzaq dururam. Çünki hər şeyin bir yerdə olmağı mümkün deyil. Bunu qoyaq qırağa. İlk növbədə bu. Amma öz işimizə qayıtsaq, şirkət seçimində, yəni praktika ilə bağlı şirkət seçimində nələrə diqqət etməlisiniz? Bunu bizi seçin deyə demirəm. Bizim kimi başqa şirkətlərə də getsəz, bu sualları hökmən verin. Həmin şirkət sizə xəstəxana seçimində sizə buraxırmı? Yəni xəstəxana seçimi, istədiyiniz xəstəxananı seçə bilirsiniz, yoxsa yox? Bu önəmlidir. Yoxsa özü sizə deyir ki, bu xəstəxanaya getməlisiniz. Bu birinci faktor. İkinci faktor, qalacağınız yer xəstəxanaya yaxındır, yoxsa uzaqdır? Hökmən bunu soruşun. Deyir ki, əgər məsəl üçün yerimə məsafəsi nə qədər, neçə dəqiqə və yaxud da hər hansı bir vasitə ilə gedəcəksiniz, neçədən vasitə ilə gedəcəm? Bunu hökmən soruşun. Çünki Türkiyə çox böyükdür. Orada məsəl üçün deyirəm də, orada 1 saatlıq, yarım saatlıq yerimə məsafəsi də ola bilər. Çünki onlar o məsafəni qısa sayırlar və yeriyirlər. Və yaxud da 2 dənə marşrut dəyişmək onlar üçün adi haldır, amma bizim üçün biraz uzaq gələ bilər. Bunu hökmən soruşun. Və getdiyiniz, qaldığınız yerdə neçə nəfərlik otaqda qalacaqsınız? Yəni otaqda sizdən başqa kim olacaq və neçə nəfər olacaq? Bunları hökmən soruşun. Bundan əlavə, orada ən önəmli məqam budur, ən önəmli. Orada sizi qarşılayan adam kimdir? Hər hansısa bir transfer şirkətidirmi? Yoxsa hər hansısa bir başqa ölkənin vətəndaşıdırmı? Yoxsa öz işçiləridirmi? Yəni, bu çox önəmlidir. Çünki əgər öz işçiləridirsə, yəni bizim öz işçilərimizdir məsələn, öz işçiləridirsə, artıq onlar bütün prosesi bilirlər və hər bir həkimə fərdi yanaşırlar. Hər bir tələbəyə fərdi yanaşırlar. Xırda bir problem olsa da, çünki o şəhərdə yaşayırlar. Anındaca həll etmək imkanları olur. Çünki o Azərbaycandakı şirkət burada da Türkiyə xəstəxana uzaqdasınız. Uzaqdan həll etmək biraz çətindir. Amma orada adam olanda yerindəcə konkret şəkildə həll etmək mümkündür. Yəni bunları diqqət edin, ağlıma gəldikcə yenə çəkərəm, yenə deyərəm, amma ən önəmli bunlardır. Bunlara diqqət edin, bu sualları hökmən verin və bundan sonra da xəstəxana, daha doğrusu şirkət seçimini rahatlıqla edə bilərsiniz. Hər zaman xidmətinizdəyik.